Onlar həmişə diqqət mərkəzindədir və hər zaman ön plandadırlar. Mənfiyə düşəndə insanlar bunları başa düşə bilmir. Onlar təkliyi sevir, analitik düşünürlər. Mütləq onların şəxsi özünə özəl məkanı olmalıdır və bunu da müxtəlif yollarla göstərə bilirlər. Nə çətindir onlarla, bu insanlar çox vaxt öz daxili aləmlərində yaşayırlar. Kim onlarla birlikdə ünsiyyət qurur, o insanları başa düşmürlər. Bu yeddilər nə istəyir, hara gedir, bunları bilmək olmur. Minusda özlərini hər kəsdən üstün tuturlar. Mən inkişaf edirəm, amma sən yerində qalmısan. Ona görə mən səndən daha ağıllı, səndən çox inkişaf etmişəm deyə insanları alçalda bilərlər. Həyatlarında krizis dövrü başlayanda öz daxili aləmlərinə qapılırlar, reallıqdan belə uzaqlaşa bilərlər. Əgər onlar qəmgin, depressiv və pessimistdirlərsə, vəziyyətlər daim onların yoldaşı olur və çıxmağa çətinlik çəkirlər. Hər zaman sonsuz özlərini və başqalarını analiz edirlər. Bu tarazlıq pozulanda onları uçuruma aparır və vəziyyətləri daha da ağır olur.